Selamun Aleyküm. Video paylaşılıb Laçındakı bir sakin Türkiye'li blogerə şikayətlənir ki, böyle gəlmişik, qocalar qalıb, gəlib, cəmalar hamısı gedib, iş yox, gücü yox və s. Və bizim iqtidar yönümlü media mənsubları həmən o sakini qınıq edirlər ki, 30 ildən sonra vətənəvə gəlmisən, bəlkə biraz səbirli olardın, bu cür açıqlama verməzdin və s. İdeoloji baxımdan, bəlkə mənəvi ideoloji baxımdan doğru səslənə bilər, amma bilirsiniz, bizim hökumətin bu səhvi odur ki, bizim hökumət ümumiyyətlə hakimiyyət, ciddi hakimiyyətlər, ideoloji hakimiyyətlər anlamalıdır ki, xalqın çoxsu ideoloji olmur. Hər yerdə belədir, heç bizdə yox. Yəni, İngilis xalqı belə 1946-cı ildə ona qələbə gətirən liderə yox, onun rəqibinə səs verdi. Yəni, bu normaldır, bu təbiidir. Yəni, hər kəsdən dövlətçi olmağı gözləməlidir. Bizim hakimiyyət öz propaganda roporlarından başlayaraq ASTV-də, Real TV-də, İTV-də və s. və sosial mediada hər kəsdən dövlətçi olmağı tələb edirlər. Ay, bu həmən o yaşlı, laçınlı, sakin deyil, sən dövlətçi olmalıydın, sən dilini qoymalıydın, qarnıma susmalıydın dövlətçilik naminə. Qardaş, sən axı bütün xalqdan, əhalidən, hamı dövlətçi ola bilməz axı. Hamı siyasətçi deyil, dövlət xadimi deyil. Yəni, bu xalqdır, əhalidir. Bunun üçün əsas torpağı aldı, sevindi, bir müddət sonra daha yeni preferensiyalar gözləyir. Hökumətdən, hakimiyyətdən. Deyir, məni köçürürsəsə işlə də təmin elə. Yaxşı ev tikginə, daha torpaq verginə, daha hamıya eyni sot, hamıya eyni ev tikib belə bizi fakt qarşısında qoyma. Tikə bilmirsənsə pul ver, özümüz tikək, sən nəzarət elə. Və bu suallar çıxır. Mən də bu yaxınlarda bir tanış yoldaş var, onunla danışırım. O da həmən azad olunmuş torpaqlardan deyir ki, artıq biz həvəs ölüb insan. Əvvəldə torpaqlar təzə azad olunmuş, insanlar həvəsli idi. Kəndlərindən qayıtmaq istəyirlər, orada tikmək istəyirdilər, orada əkmək istəyirdilər, biçmək istəyirdilər. Amma indi həvəsi o qədər bu hökumət öldürüb ki, hamı həvəsdən ölür. Hamı gözləyir ki, bunlarına bax, bizim kəndimizi tikəcəklər. Özdə fərq yoxdur. Hər kəsə eyni sot torpaq verir, hər kəsə eyni həcmdə ev tikdirir və nə mal otarmağa imkan vermir, nə qurban kəsmək. Siz bilirsinizmi bu? Keçən qurbanda biri qurban kəsmişdi. Demişlər ki, həmən o azad olmuş torpaqlar. Demiş ki, burada olmaz qurban kəsmək, burada kəsmək, get başqa yerə kəs. Desən, ağıllı kənddə bu baş vermişdir. Zəngilan ağıllı kənd. Demiş ki, sən bizim ağıllı kəndimizi bu qurbanla körürürsən, anası var. Yəni, bu cür fikirləşən bu iqtidara, bu smart feodalları, bizim bir dostumuz var, onun sözü olmasa, bu smart feodalları necə bunu anladasan? Bura Niderland deyil, bura Almanya deyil, bura İsveçrə deyil. Azərbaycanlıların öz kənd mədəniyyəti var. Sən Azərbaycan kəndlərindən durub Niderland kəndləri, İsveçrə kəndləri tikə bilmərsən və Azərbaycanlılar da o kənd mədəniyyətini yedizdirə bilmərsən. Bu mümkünsüzdür, bunlara bir anlatmaq lazımdır. Sonra da durub, sən niyə xarici blogerlərə bu cür müsahibələr verirsən? Və siz orada bir normal şərait yaradın ki, bunlar da bu müsahibələri verməsinlər. Və hər kəsdən də dövlətçi olmağı gözləməyin. Və elə də hesab eləməyin ki, sizin iqtidar vaxtında Qarabağ azad edilibsə, xalq ölənə qədər sizə minnətdar olmalıdır. Bu belə deyil. Əgər belədirsə, heç kəs sizə minnətdar olan deyil. Çünki hər yerdə belədir. Əhali yeni əl çalır sənə etdiyin yaxşılığa görə, sonra yeni səndən, belə deyək, özünə, şəxsi cibinə, şəxsi qarnına, şəxsi yaşayışına səndən preferensiyalar gözləyir. Yəni, torpaqla sən elə torpaq azad eləmişəm, onunla doydura bilmərsən onu. Ay hökumət, bir balaca minimum demokratik seçki gözləyin, görün ki, sizə çoxsu sizin o zəfər qalibiyyətinizi unudub sizə səs verməyəcək. Bu da normaldır, təbiidir. Heç sizə beləmin ki, hamı elə ölənə qədər, qəbrinə qədər sizə minnətdar olmalıdır. Yox, elə bir şey yoxdur. Olsa belə, olmalıdır belə bir şey olmayacaq. Heç yerdə belə bir şey yoxdur. Churchill'ə minnətdar olmadılar. Bir ildən sonra belə sizə bir minnətdar olacaqlar. Erdoğan o boyda Türkiyə üçün nələr edib? Türkiyənin yarısı onu hər seçkidə onun əleyhinə səs verir. Erdoğandan mı böyüksüz, Churchill'dən mi böyüksüz? Təbii ki, yox. Və mən hələ digər liderlər demirəm ki, hansılar ki, xalqına Nelson Mandela'dan böyüksüzmü? Nelson Mandela seçili sonra gələn seçkilərdə uduzdu. Václav Havel'dan, Lech Valensiyadan böyüksüzmü?
Ölkəsinə azadlıq gətirir, sonra seçkilərdə bir müddət hakimiyyətdə oldular, sonra seçkilərdə uduzdular. Yəni bu cür nümunələr çox gətirmək olar. Saakashvili kriminal Gürcüstanı sivil Gürcüstan səviyyəsindən minimum olsa gətirib çıxartdı, indi türmədədir. Və Gürcüstanın da yarısıdır ki, yaxşı oldu elə türmədə olsun. Yəni bu cür nümunələr çox göstərmək olar. Ona görə elə hesab eləmək ki, Qarabağın sizin iqtidarın dövründə Qarabağ azad edilibsə, bu xalq sizə ölənə qədər minnətdar olacaq. Olmayacaq. Deyil də artıq. Ona görə birinci hamıdan dövlətçilik gözləməkdənsə insanların şəraitini düzəldin ki, xarici blogerlərdə belə müsahibələr verməsinlər.